keçiririk. Mən qarşıda duran ilk 2 nəfərə sualımı verirəm. 2 nəfərdən kim düzgün cavabı əvvəlcə desə, o komandada arxa tərəfə keçir. Düzgün cavab verə bilməyən və yanlış cavab verən şəxs də keçib yerində əyləşir. Şərtlərimiz əgər aydındırsa, keçək yarışımıza. Sözün mənası nədir? Sən əyləş, bizi partiya keç, komandanın arkasına keç. Növbəti sualımız Azərbaycanın partiyası haradır? Həsən, əyləş. Növbəti sualımız Həsən. Bu xətt yer kürəsini 2 bərabər hissəyə bölən xəttdir. Söhbət hansı xəttdən gedir? Ekvator xəttdir. Sən əyləş olaraq keç. Təbii zor sayılır. Say, əyləş. Gəldik sizə. Yer hansı sayılar arasında yerləşir? Maskə məşq istəyirəm olmaz. Sən əyləş sizə. Növbəti sualımız belədir. Azərbaycanın cənubdan həmsərhəd olduğu ölkənin adı nədir? İran əyləş. Azərbaycanın şimaldan həmsərhəd olduğu ölkənin paytaxtı haradır? Fərq bilirsən mən səndən. Moskva. Həsən əyləş. Oruçlar gedir. Növbəti sualımız belədir. Miqyas nədir? Hayır, dünyada geçen evet çiçeğini çıkarmaz. İstediğini gösteren alfabetik. Növbəti. İlk topa sarılır. Şimal nəsə hazır. Ben dedim. Növbəti sualımız belədir. Neçə planetimiz var? 7. İranla sərhədində yerləşən sayın adı nədir? Aras. Aras.